üçün tapşırıqlarımızı yerinə yetirməyə davam edirik. Bugün mövzumuz Karl Gauss mətnidir və mətnə aid olan tapşırıqları yerinə yetirəcəyik. Gəlin ilk öncə tapşırığını oxuyaq. Birdən 100-ə qədər ədədləri toplamağa çalışın. Sizcə bu tapşırıq nə qədər vaxtınızı alır? Mənə görə yetərincə vaxt tələb edən bir tapşırıqdır. Gəlin bu tapşırığın bizə təsadüfi verilməmişdi və mətndən bunun açıqlamasını, daha doğrusu daha düzgün, daha tez hesablama qaydasını öyrənmiş olacağıq. Karl Gauss 1777-ci il idi. Kasıb bir Alman ailəsində oğlan uşağı dünyaya gəldi. Adını Karl qoydular. Hələ uşaq ikən Karl ətrafda gördüklərinə hədsiz marağı ilə seçilirdi. Daim valideynlərinə cürbəcür suallar verirdi. Ata-anası səbirlə onun bütün suallarına cavab verməyə çalışırdı. Amma sualların ardı-arası kəsilmirdi. Bir gün Karlın əlinə bir kitab keçdi. O kitabı vərəqləyib, içində cürbəcür işarələr olduğunu görəndə soruşdu. Ana, bunlar nədir? Hərflərdir. Hərflər nə üçündür? Yazıb oxumaq üçün. Bu kitabda nə yazılıb? Anası kitabı ona oxudu. Karl valeh oldu. Bu nə möcüzədir? Hərflərdən sözlər əmələ gəlir, sözlərdən cümlələr düzəlir. Bu cümlələr isə insana o qədər maraqlı şeylər danışır ki. Ana, mənə oxumaq öyrət. Anası 3 yaşlı oğluna baxıb gülümsədi. Hələ çox tezdir oğlum. Biraz da böyüyərsən, məktəbə gedərsən, yazıb oxumağı öyrənərsən. Tələsmə. Amma balaca Karl gözləmək istəmədi. O soruşa-soruşa özü hərfləri öyrəndi və yazıb oxumağa başladı. Karlın riyazi qabiliyyəti də göz qabağında idi. O saymağı bacarmaqla yanaşı, müxtəlif hesablamaları fikrində yerinə yetirirdi. Hətta bir dəfə fəvvarə ustası işləyən atasının hesablamalarında səhv tapmışdı. Onda onun cəmi 5 yaşı vardı. Məktəbdə oxuyanda da Karl hamının öz dərrakəsi ilə və məntiqi ilə heyran edirdi. Bir dəfə müəllim dərsdə uşaqlara birdən 100-ə qədər ədədləri toplamağı tapşırır. Həmin dövrdə yazmaq üçün məktəblərdə kağız qələmdən yox, kiçik taxta, lövhələr və təbaşirdən istifadə edirdilər. Hər kəs birdən 100-ə qədər ədədləri lövhəyə yazıb toplamalı idi. Bir neçə dəqiqədən sonra Karl tapşırığın yerinə yetirdiyini və cavabın tapdığını söyləyib lövhəsini müəllimin yazı masasına qoyur. Müəllim şübhə ilə ona baxır. Axı bu tapşırıq belə tez bir zamanda yerinə yetirilə bilməzdi. Dərsin sonuna qədər bütün şagirdlər tapşırığı həll edib lövhələrini müəllimə verirlər. Müəllim tapşırığı yoxlayıb heyrətə gəlir. Karldan başqa hamının cavabı səhv idi. Onun lövhəsində 5050 yazılmışdı. Müəllim çox təəccüblənir. 10 yaşında uşaq bir neçə dəqiqəyə bu məsələni necə həll etmişdi? Ağıllı Karl başa düşmüşdü ki, birdən 100-ə qədər ədədlər sırasında birinci və sonuncu, ikinci və sonuncudan əvvəlki, yəni kənardan eyni uzaqlıqda olan ədədlərin cəmi eynidir. Və beləliklə deməli, 1 üstə gəl 100, 101, 2 üstə gəl 99, 101, 3 üstə gəl 98 bərabərdir 101 və beləliklə o ədədləri cüt-cüt toplayaraq 50 dənə 101 almışdı. 50-ni 101-ə vuraraq cavabı asanlıqla tapmışdı. 550. Bu balaca istedadın ilk riyazi kəşfi idi. Sonralar bu uşaq dünyanın ən böyük riyaziyyatçılarından biri oldu. İndi Karl Friedrich Gauss adı elmdə hamıya tanışdır. Müasirləri onu riyaziyyatçıların şahı adlandırmışdılar. O, fizika və astronomiya ilə də məşğul olur, bir çox dillərdə sərbəst danışırdı. 78 yaşında vəfat etmiş Karl ömrünün sonuna qədər hesablamaların çox hissəsini vərdiş etdiyi kimi beynində aparırdı. Mətnimizi müəllifi Reyhan Yusif qızıdır və mətndə çox maraqlı bir hesablama qaydasını öyrənmiş olduq. Gəlin növbəti tapşırıqları da mətnimizə uyğun olaraq yerinə yetirək. B tapşırığında aşağıda verilmiş sözləri uyğun nöqtələrin yerinə artırmaqla cümlələri tamamlayın. Artırdığınız sözlərə sual verməklə aralarındakı məna fərqini izah edin. Hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin. Baxırıq riyaziyyat, riyaziyyatçı, riyazi.
Burada sözləri deməli nöqtələrin yerinə əlavə edəcəyik. Bu öz yerində. İlk öncə gəlin sual verək. Riyaziyyat sualı nə olacaqdı? Nə? Riyaziyyat, yəni bir fənnin adı. Riyaziyyatçı kim? Riyaziyyatçı. Bu olacaqdı yenə də isim. Kim sualına cavab verdi? İnsan anlayışı bildirdi. Riyazi. Riyazi isə riyazi bilik ola bilər, riyazi hesablama ola bilər. Riyazi hansı və ya necə sualına cavab verdiyinə görə olacaqdı sifət. İndi gəlin uyğun yerlərə sözlərimizi əlavə edək. Deməli, tapşırığımızda qardaşım riyaziyyat fənni üzrə olimpiyadanın qalibi oldu. Nömrələri sözlərin üzərində yazmışam. Dediyim kimi, riyaziyyat isim oldu, nə sualına cavab verdi, riyaziyyat fənni, nə fənni, hansı fən, yəni bu sözlərin, deməli, belə deyim, cümlələrin nömrəsini sözlərin üzərində qeyd elədim. Deməli, qardaşım riyaziyyat fənni üzrə olimpiyadanın qalibi oldu. Məşhur riyaziyyatçı Pifaqor eradan əvvəl 578-495-ci illərdə Yunanistanda yaşayıb. Qaus hələ uşaqlıqdan öz riyazi bilikləri ilə seçilirdi. Belə dostlar, indi keçək C tapşırığına. C tapşırığında bizdən nələr tələb olunur bu dəqiqə? Deməli, mətndə hansı suala cavab tapmaq mümkün deyil. Baxırıq mətnimizdəki verilən suallara və mətnimizi xatırlayaq. Qaus'un valideynlərinin adı nə idi? Qaus ilk riyazi kəşfini neçənci ildə etmişdi? Buna cavab tapa bilərik. Qaus'un atası hansı işlə məşğul olurdu? Riyaziyyatçıların şahı neçənci ildə vəfat etmişdi? Uşaqlar, burada bir düşünək. Mətnimizi xatırlasaq, mətnimizdə Qaus'un valideynlərinin adı haqqında bir məlumatdan, bir sözdən söhbət getmədi. Lakin onun ilk kəşfi neçənci ildə, deməli, kəşfini neçənci ildə etmişdi? Biz əgər, burada onun da bəli, dəqiq tarixi verilməyib. Biz onun doğum tarixi 1777-ci il və ilk, belə deyək, kəşfini 10 yaşında etdiyini nəzərə alsaq, baxın, və burada hesablaya bilərik ki, 1787-ci ildə o ilk kəşfini etmişdi. Bu sualımızın cavabı var. Qaus'un atası nə ilə məşğul olurdu? Bəli, bunun haqqında da mətnimizdə belə bir məlumat var. Hətta bir dəfə fəvvarə ustası işləyən atasının fəvvarə ustası işləmişdi. Bu cavabı da tapdıq və Qaus riyaziyyatçıların şahı neçənci ildə vəfat etmişdi. Bunun haqqında dəqiq məlumatı biz özümüz tapacağıq. Yəni 1777-ci ilin üzərinə 70 yaş gələcək və onun ölüm tarixini tapmış olacağıq. Deməli, burada bizim tapa bilmədiyimiz, daha doğrusu mətndə verilməyən cavabımız olacaqdır A variantı. Yəni, burada biz A-nı, daha doğrusu A variantı haqqında cavab tapmaq mümkün deyil. Qalan suallarımızın cavabını isə tapa bilərik. Belə də uşaqlar, keçək C tapşırığına. C tapşırığında mətndən aşağıdakı nəticəyə gəlmək üçün əsas verən iki faktı seçin. Deməli, aşağıdakı Karl Gauss 1855-ci ildə vəfat etmişdi. Biz bunu nəyə əsasən tapa bilərik? Təbii ki, onun doğum tarixini gətirəcəyik. Bu dəqiqə. Deməli, uşaqlar, burada iki faktı biz necə nəzərdə tuturuq? Gauss'un anadan olma tarixi 1777-ci il idi. Gördüyünüz kimi verilmişdi və 78 yaşında vəfat etmişdi. Faktını əsas götürərək biz hesablama aparsaq, Ç tapşırığımızın sualını iki fakt, yəni doğum tarixi verilmişdi və ölüm yaşı verilmişdi. Ona əsasən iki faktı göstərərək biz bu Karl Gauss 1855-ci ildə vəfat etmişdi faktını sübut etmiş olarıq. Keçirik növbəti səhifədə, deməli səhifə 74-cü tapşırıqlarına. D çalışmasına baxırıq. Tapşırıqda deyilir, Karl Gauss mətnində hadisələrin ardıcıllığını bərpa edin və mətnin məzmununu danışın. Atanın hesablamalarındakı səhvi, Karlın ilk riyazi kəşfi, yazıb oxumaq həvəsi, dünyanın məşhur riyaziyyatçısı, müəllimin çətin tapşırığı. Burada ilk öncə təbii ki, atanın hesablamadakı səhvi yox, burada yazıb oxumaq həvəsi olacaqdır. Tapşırığımızda bir də
Belə uşaqlar, deməli, yazıb oxumaq həvəsi uşaqlıqdan idi. Daha sonra dedik axı orada mətndə var idi ki, Karl Gauss atasının səhvi, yəni fəvvarə ustası olarkən səhvini tapmışdı və sonra növbəti atanı hesablama və müəllimin çətin tapşırığı bu çətin tapşırıq əsasında onun ilk kəşfi 4-cü olacaq və dünyanın məşhur riyaziyyatçısı olaraq tanınması sonuncu bəndimiz olacaq. Tapşırığında mətndə hansı epizodlar Gaussa aid aşağıdakı xüsusiyyəti əks etdirir? Dərrakəli, diqqətli, çalışqan və müşahidəçi. Mətndəki məlumatlarda da görürük ki, bu sözləri də öz əksini tapan bir çox epizodlar vardır. Dərrakəli idi, çünki Gauss müəlliminin verdiyi tapşırığın asan həll yolunu tapmışdı. Diqqətli idi, fəvvarə ustası işləyən atasının hesablamasındakı səhvi tapmışdı. Çalışqan idi. Gauss hələ kiçik yaşlarından yazıb oxumağı öyrənmişdi. Yadınızdadsa 3 yaşında kitaba baxmış və anasına sual verərək kitab haqqında maraqlanmış və daim biliklərini inkişaf etdirmişdi. Daha sonra müşahidəçi idi. Hələ kiçik yaşlarından ətraf aləmi müşahidə edirdi. Onu maraqlandıran suallarla valideynlərindən, müəllimlərindən nə isə öyrənməyə, kəşf etməyə çalışırdı. Bu da onun müşahidə etmə qabiliyyəti olduğundan xəbər verir. Tapşırığını uşaqlar izah edirik. Gördüyünüz kimi tapşırığını çox gözəl bir şəkildə bizə vermişdilər izahını. Baxırıq. Baxın, 1 ilə birinci və sonuncu ədədi toplanmışdı 101. 2 ilə 99-u toplasaq 101 eləyəcək. 3 ilə 98, 4 ilə 97 belə biz hesablamamızı aparsaq, Gaussun daha doğrusu üsulunu daha faydalı, daha tez hesablamasını görmüş olarıq. Gauss üsulu ilə 1-dən 200-ə qədər olan ədədlərin cəmini tapın. Bəli, burada da eyni qayda ilə 1-dən 200-ə qədər olan ədədləri tapıb, alınan ədədlərin sayına vursaq daha tez hesablamış olarıq. F tapşırığına baxırıq uşaqlar. Karl Gauss mətnini yazmaqda müəllifin əsas məqsədi nədir? Deməli, A cavabında deyir, riyaziyyat elminin vacibliyini vurğulamaq, Gauss bioqrafiyası haqqında məlumat vermək, Gauss üsulunun necə yaranması barədə məlumat vermək, ixtira və kəşflərin böyük zəhmət hesabına başa gəldiyini vurğulamaq. Siz necə düşünürsünüz? Burada doğru cavabımız hansı olacaqdır uşaqlar? Deməli, burada doğru cavabımız olacaqdır C variantı, çünki Gauss üsulunun yaranması barədə məlumat verilmişdir. Bəli, Gauss'un özü haqqında da müəyyən məlumatlar var, lakin ən doğru cavabımız C variantı olacaqdır. G tapşırığında bizə sual verir. Gauss mətnin növünü müəyyən edin. Birinci qrup, burada bir balaca debat təşkil etmək olar. Birinci və ikinci qrupa bölünərək Karl Gauss'un mətninin bədii mətn və ya qeyri-bədii mətn olmasını sübut etmək üçün. Əslində isə biz bunun qeyri-bədii mətn olduğunu sübut eləmək üçün deyə bilərik. Orada bəzi faktlar var, bəzi belə deyək də sübutu olan məqamlar var. Lakin burada mətndə dialoqların olması və yazıçının bəzi təxəyyülünə istinad etsək, mətnin bədii mətn adlandıra bilərik. Lakin deməli bunu belə deyək də qısa şəkildə Karl Gauss qeyri-bədii mətndir. Mətnin bəzi hissələrində Karl Gauss haqqında obrazlı məlumatlar verilib. Müəllif Karlın anası ilə dialoqunu öz təxəyyülünə əsasən yazıb və bu dialoqda Karlın xarakteri, düşüncələri, hiss-həyəcanı təsvir edilmişdir. Belə deyək, yadda saxla rubrikasına baxaq uşaqlar. Qeyri-bədii mətnlərdə bəzən real hadisə və faktlar haqqında bədii, obrazlı şəkildə məlumat verilir. Müəllif belə mətnlərin bəzi epizodlarını öz təxəyyülünə uyğun təsvir edir. Məsələn, dialoqlar vasitəsilə haqqında danışdığı şəxsin xarakteri, düşüncələri, hiss-həyəcanını təsvir edir. Belə mətnləri yazmaqda müəllifin məqsədi
faktları oxucuya cəlbedici şəkildə çatdırmaqdır. Ona görə də biz dediyimiz kimi, deməli Karl Gauss mətnində nəyə istinad etdik? Onun deməli qeyri-bədii mətn olduğunu məhz bu cür sübut etmiş olacağıq. İndi Ğ tapşırığına baxırıq. Ğ tapşırığında Karl Gauss mətnində müəllifin təxəyyülünə uyğun təsvir olunmuş epizodları danışın. Danışaq. Burada biz hansı hissəni deyə bilərik ki, müəllifin təxəyyülünə uyğundur. Baxırıq mətnimizə. Burada mətnə baxın, görürsünüz, burada artıq dialoqlarımız var. Karl Gauss'un anası ilə dialoqu olduğunu görə bilərik. Belə uşaqlar, keçirik deməli növbəti səhifədəki tapşırığımıza. Deməli, növbəti səhifəmizdə 74-cü səhifədə H tapşırığıdır. Karl Gauss mətnində verilmiş hansı məlumat təxəyyül deyil, faktdır. Gəlin ilk öncə sözlərinin izahı rubrikasına da baxaq və tapşırığımızı yerinə yetirək. Fakt gerçəklik, reallıq, həqiqət olub bitmiş bir şeydir. Təxəyyül isə müəllifin hadisələri öz xəyalına uyğun təsvir etməsidir. Ona görə uşaqlar, gəlin sualları da məhz bu izahlara uyğun olaraq yerinə yetirək. Karl Gauss birincidə 1777-ci ildə dünyaya gəlir. Bəli, bu nə olacaqdır? Gerçəkdirsə fakt olur. Gauss anası ilə söhbət edir. Burada bu isə təxəyyüldür. Çünki yazıçının qeydə aldığı, yazıçının təxəyyülünə uyğun olaraq verilmiş məlumatdır. Gauss 1-dən 100-ə qədər ədədlərin hesablama üsulunu kəşf edir. Bəli, həqiqətdir. Bu da həqiqət olduğuna görə fakt adlanacaq. Karl Friedrich Gauss məşhur riyaziyyatçı, fizik və astronom olub. Bəli, bu da doğru fakt olduğuna görə, doğru məlumat olduğuna görə fakt adlandırılacaqdır. Belə dostlar, H tapşırığındakı sualları da cavablandırdıq. Birinci fakt, ikinci təxəyyül, 3, dördüncü də fakt adlandırırıq. Çünki dəqiq reallıq olub bitmiş məlumatlardır. Oldu, bugünlük bu qədər. Növbəti dərs izahlarında görüşənə qədər sağ olun, hər kəsə uğurlar.